Derdi büyütürsen, isyan edersen, azabat çevrilecektir. Ama Allah'a şükredersen, darlıkta ve bollukta, iyi günde ve kötü günde ve sabredersen, sefayat çevrilecektir. Derdim büyüktür deme, senden de derdi büyük olanlar vardır. Mesela körler, ayağı olmayanlar, kolları olmayanlar, engelliler. Eyyub'u hatırla. Allah şeytanla Eyyub'u imtihana çekmişti. Yusuf'u hatırla. Hazreti Yusuf'u şeytanla imtihan olunmuştu. İbrahim aleyhisselamı hatırla. Muhammed peygamberi hatırla. İsa peygamberi hatırla. Şeytan onlara da gelmişti. Ama Bakara suresinde şeytan günahkarlara da gelir, musallat olur diye yazıyor. Şeytan insana iki sebepten gelir. Biri Allah tarafından imtihan edilmek için, biri de günahları için. Ey Allahu Teala, sana ve imtihanına şükür, elhamdülillah. Darlıkta ve bollukta sana hamd ve şükür olsun, elhamdülillah. Darlıkta ve bollukta, iyi günde ve kötü günde Allah'a hamd ve şükredenler cennetliklerdir. Cennetliklerin sözü budur. Allah'a, alemlerin Rabbine hamdolsun. Cennetliklerin sözü budur. Ya Rabbim Allahu Teala, sen ucalardan ucasan. Cennetliklerin sözü budur. La ilahe illallah. Cennetliklerin sözü budur. Selam. Sad suresi. Rahman ve Rahim Allah'ın adıyla. Bismillahirrahmanirrahim. Sad. Andolsun Allah'ın adı anılan Kur'an'a. Büyüklük iddiasındadır. Peygamberi danmak davasındadır kafir kimseler. Onlardan önce neçə nəsli məhv eləmişik. Fəryad çəkərək imdad diləyirdilər. Amma artıq gec idi, nicat vaxtı değildi. Onlara öz içindən bir elçi gələn zaman təəccüb qaldılar. Dedilər, bu fırıldaqçı cadubazdır. Tanrılardan tək tanrı düzəltmişmi? Bu çox qəribə işdir. Başçıları dedilər, gedin tanrılarınıza ibadətdə olun. İstəyirlər tək tanrıya qulluq edəsiniz. Heç sonuncu dində, xristiyanlıqda da belə söz eşitməmişik. Bu uydurma kəlamdır. Nə oldu? Gərək elə içimizdən ona mı nazil olaydı Kur'an? Şək gətirdilər Kur'ana. Verəcəyimiz əzabı hələ dadmamışdılar. Güclü, səxavətli Rəbbinin rəhmət xəzinələri onların mı əlindədir? Onlarda mıdır göylərin, yerin, bunların arasında olanların yiyəsi? Elədirsə qoy onda görünməz tellərlə qalxsınlar göyə və vəhiy gətirsinlər istədikləri adama. Səni danan zaman basılmış, pərəm-pərəm düşmüş düşmən dəstələrinin əskərlərini andırar onlar. Onlardan öncə peyğəmbərləri danmışdılar. Nuh və Ad qövmləri. Qəzəbləndiyi adamı nizə ilə çarmıxa çəkən Firavun, Səmud və Lut qövmləri,
Əl-Eykə cəmaatı ayrı-ayrı firqələrdir. Hər biri danmışdı peyğəmbərləri və hamısını haqlamışdı axır mənim əzabım. Surun o bircə labud səslənişindən savayı bir şey gözləməz onlar. Rişxəndlə deyərlər, haqq hesab çəkilən gün gəlməzdən öncə ver tez ver bizim payımızı. Rəbbimiz, nə deyirlər desinlər, bas səbrini. Güclü bəndəmiz Davudu an, Quranda, Allaha üst tutandı o, şübhəsiz. Davuda tabe elədik səhər axşam, onunla bir Allahı həmd eləyən dağları, dəstə-dəstə uçan quşları da ona tabe elədik. Bunların hamısını Davuda üst tutandılar. Möhkəmlətdik hakimiyyətini, hikmət verdik, haqqı batildən ayıran ağıl verdik ona. Xəbərin varmı sənin o şikayətçilərin əhvalatından? Dırmaşaraq məbədin divarına girmişdilər Davudun yanına. Ürkmüşdü onlardan Davud. Demişdilər, qorxma, biz iki şikayətçiyik. Birimiz qəsd eləmiş o birinin haqqına. Haqq ilə hakimlik elə aramızda. Basma haqqı, doğru yolun ortasına yönəlt bizi. Bu mənim qardaşımdır, 99 qoyunu var, mənimsə bircə qoyunum. Bunu da mənə ver dedi. Mübahisəmiz düşdü, məni məğlub elədi. Davud dedi, sənin qoyununu öz qoyunlarına qatmaqla haqqını tapdamış o. Təcavüz eləyər bir-birinin haqqına, şəriklərin bir çoxu. Ancaq iman gətirənlər, əməli salihlərsə bunlara aid deyil. Sayları da lap azdır. Davud zənn elədi, imtihana çəkilir. Rəbbindən məğfirət dilədi, əyildi ona, tutdu üzünü. Beləcə bağışladı onu, payını çox eləmişik. Dünyada gözəl bir məqama yetişmiş axirətdə. Ey Davud, biz səni yer üzünün xəlifəsi elədik. Sən haqq ilə hakimlik elə insanlar arasında. Olma nəfsinin əsiri. Səni Allah yolundan azdırar nəfsin. Haqq hesab çəkilən günü unutduğuna görə şiddətli bir əzaba düçar olar Allahın yolundan azan adamlar. Biz boşuna yaratmadıq göyü yeri, bunların arasında olanları. Ancaq ayrı cür düşünər küfr eləyən kimsələr. Vay halına kafirlərin, od qarsacaq onları. Yoxsa iman gətirənləri, əməli salihləri yer üzündə qarışıqlıq salanlara bərabərmi tutmalıyıq? Yoxsa müttəqiləri əxlaqsızlıq edənlərə bərabərmi tutmalıyıq? Mübarək bir kitabdır sənə nazil etdiyimiz. Ayələri barədə bir düşünüb daşınalar, öğüd ala ağlı olan kimsələr. Biz Davuda Süleymanı bəxş elədik. Nə gözəl bir bəndə idi. Allaha üst tutandı o şübhəsiz. Bir axşam çağı ona şux qamətli cins atlar göstərmişdilər. Dedi, Rəbbimi unutturdu mənə gözəlliyi ilə vurğunluğum. Rəbbimi unutturdu mənə gözəlliyə vurğunluğum. Pərdə arxasında artıq gizlənmiş günəş,
yani akşam namazını ötürdüm. Qaytarın o atları yanıma. Sığal çəkdi qılıncla atların boynlarına, ayaqlarına. Sınağa çəkdik Süleymanı. Başka birisinin oturttuk taxtında onun. Sonra tövbə elədi, Allaha üz tutdu o. Dedi, bağışla məni Rəbbim. Mənə bir hakimiyyət ver ki, məndən sonra heç kimə qismət olmasın. Təkcə sənsən səxavətli olan. Biz də tabe elədik ona küləyi. Onun əmri ilə hər yerə yüngülcə yürərdi külək. Diken quran, qəvvaslıq eləyən şeytanları da ona tabe elədik və zəncirlənmiş başqa kimsələr də onun buyruğu altına verdik. Bax bunlardan ibrətdir sənə bağışladıqlarımız.